Hə, qoy elə belə də qalsın, elə burada çəkək. Muradı çəkdən yeri gəlmişkən həvəsə gəldim. Bu mövzuya toxunmaq istəyirəm. Əgər övladına pis etmək istəyirsənsə, onun üçün iki şey et. Bir, onun nə istəyirsə onu al. İkinci də hər şeyi ona hazır ver. Yəni imkan vermə ki, o öz öhdəliklərini yerinə yetirsin. Nəticədə nə olacaq? Məsuliyyətsiz, zəif, maraq dairəsi aşağı, heç bir şeylə motivasiya olmayan, iradə cəhətdən zəif və stressə davamsız bir övlad yetişdirmiş olacaqsan. Əlbəttə, bəlkə də qısa vadədə sən qısa müddətdə bunun neqativ təsirlərini görməyəcəksən. Amma uzun müddətdən sonra, təxminən yeniyetməlik dövründə bunun neqativ təsirlərini, mənfi təsirlərini çox aydın şəkildə görəcəksən. Bunun misal olaraq qeyd edeyim ki, valideynlərin əksəriyyəti qeyd edir ki, hazırlığa qoyuram, o kursa qoyuram, bu kursa qoyuram, nə bilim, musiqi istəyir, musiqi yaparam, nağaradan çıxartdım, gitaraya qoydum, hər bir şey yarım-yarımçıq qoydu. Bəli, oxumaq, öyrənmək, nə ilə məşğul olmaq birbaşa iradə tələb eləyən, güc tələb eləyən bir fəaliyyətdir. Hər bir uğurun arxasında güc, iradə və səbir dayanır. Unutmayın ki, dolayı yolla bu uşağın öyrənmə motivasiyasında aşağı salır. Bəli, biz bu cür uşaqları daha çox dərsdə zəif, pasiv görürük. Çünki oxumaq axı iradə tələb eləyən, güc tələb eləyən bir fəaliyyət növüdür ki, uşaq hər hansı bir tapşırıq eləyəndə çətinliyin öhdəsindən gəlmək, axıra qədər dözümlü olub o tapşırığı baş sındırıb eləmək bacarığı zəif olmuş olur. Ona görə bu məsələdə diqqətli olaq, çalışaq ki, yaxşı övladlar yetişdirək.